Azərbaycan Memarlıq və İnşaat Universitetində Ali Təhsil Ocağının 50 illik yubileyinə həsr olunmuş Azərbaycanda memarlıq təhsilinin dünəni, bugünü və gələcəyi adlı beynəlxalq elmi praktiki konfrans təşkil olunub. Tədbirdə yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri, beynəlxalq elm təhsil qurumlarının təmsilçiləri, memarlıq sahəsi üzrə tanınmış mütəxəssislər və universitetin professor müəllim heyəti iştirak ediblər. Konfransın açılış mərasimində çıxış edən Azmiyonun rektoru, memarlıq doktoru professor Gülçöhrə Məmmədova rəhbəri olduğu ali məktəbin formalaşma tarixinə geniş nəzər salıb. Professor Gülçöhrə Məmmədova qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi tarixi 1975-ci ildən hesablansa da, bu ali təhsil müəssisəsinin kökləri 20-ci əsrin əvvəllərinə dayanır. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru Əminağa Sadıqov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri professor Elbay Qasımzadə, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərək ölkəmizdə memarlıq təhsili sahəsində son illərdə əldə olunan mühüm nailiyyətlərdən danışıblar. Çıxışçılar bildiriblər ki, Azərbaycanda memarlıq təhsili artıq tam peşəkar mərhələyə keçid edib və beynəlxalq tələblərə uyğun şəkildə inkişaf etdirilir. Bu gün də memarlarımız böyük fəaliyyətdədirlər. İşğaldan azad olunmuş ərazilərdə aparılan böyük yaradıcılıq, quruculuq işlərinin əsas iştirakçıları bizim universitetin məzunlarıdır və 10 illərlə tapdalanmış, təhqir olunmuş tarixi abidələrimizin bərpasında da bizim məzunlarımızın iştirakı çox böyükdür. Əlbəttə, nailiyyətlərimizlə bərabər problemlərimiz də az deyil. Düşünürəm ki, bu konferansın da əsas vəzifələrindən birisi o problemləri müzakirə edib, onların həlli yollarını axtarıb tapmaqdır və heç də şübhə etmirəm ki, konferans bu istiqamətdə uğurla fəaliyyət göstərəcək. Konfrans çərçivəsində Memarlıq Fakültəsinin dekanı professor Zahidə Məmmədova Azərbaycanda memarlıq təhsilinin konseptual transformasiyası, dəyərlər, çağırışlar və perspektivlər mövzusunda geniş məruzə ilə çıxış edib. O, müasir memarlıq təhsilinin qarşısında dayanan qlobal və lokal çağırışlara diqqət çəkib. Konfrans çərçivəsində müxtəlif panel müzakirələr, bölmə iclasları və tematik sessiyalar keçirilib. Tədbir memarlıq sahəsində elmi fikir mübadiləsinin gücləndirilməsi və yeni akademik təşəbbüslərin formalaşması baxımından mühüm platforma kimi qiymətləndirilib. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.